Assalamu aleykum, əziz dostlar, gözəl qaxlılarımız. Dostlar, gözəl qaxımızda gözəl bir dənə həyət evi sizə saçla çarpmışıq. Deməli, 5 sot həyətin içində otaqlarımızı göstərəcəm. Gen bol evdir. Bax, yolu göstərirəm dostlar. Bu Zakatala yolu, üzü Zakataladan gələn, o tərəf qax şəki, üzü yuxarıda qalxsan qaxa. Qaxa qalxan yol. Dostlar, bu küçədən 300 metre içəridə. Gözəl qaxımızın girəcəyində bu yanki yolla. Çox mükəmməl, çox gözəl yerdir. Qax da bilirsiniz də, Bakılılara müraciət edirəm. Əziz Bakılılar, Bakıdan ev axtaranda deyirsiniz ki, Bakıda ayramı zəng edirsiniz, Qaxdan, Zakataladan ev istəyirəm. Bax, gözəl evlər saçla çarpmışam. Ətraf rayonlar, kim Qaxdan ev almağı istəyirsə, kim gözəl bir evə sahib olmaq istəyirsə, ətraflı inşallah içəridə göstərəcəm. Gələ içəri ətraflı göstərəcəm. Və əziz dostlar, gəlib çatdıq evimizin yanına. Dostlar, bu ev özüdür. Bir də evi göstər, operator zəhmət olmasa. Deməli dostlar, adəsi mişar daşı ilə tikilib. Evdə qəşəng evlər. Baxın, bir dənə mənzərəni göstər, operator zəhmət olmasa. Gör nə gözəl mənzərəli yerdədir. Burada inşallah kim gəlib yaşamaq istəyirsə, bax, yenə deyirəm, Bakılılara müraciət edirəm. Ətraf rayonlara, qaxlara müraciət edirəm. Kim belə gözəl dağların ahətəsi, belə gözəl yerdə evi olmaq istəyirsə, inşallah zəng eləyin, inşallah ətraflı gətirək, göstərək inşallah. Bir də həyətdən də inşallah evlərdə çəkək, evi də göstərim sizə. Gəl operator. Əziz dostlar, işığımız, qazımız, suyumuz, dəmir dərvazamız. Deyim ki, bax, belə gözəl yerdə. Küçə də yaxşı küçədir, sakit yerdir, gözəl yerdir. Qaxımızın da gözəl girişidir. İnşallah, gəl, Bismillahirrahmanirrahim deyib daxil olaq. Gəl. Və dostlar həyətdir. Baxın, geniş həyəti. Bax, orada toyuq ini. Toyuq saxlamaq üçün. Burada əkin, biçin üçün, balaca özlər üçün yer ayırıblar. Burada da həyətin sanitar qovşağıdır. Sanitar qovşağı burada var. Həyət sanitar qovşağıdır. Bir dənə zəhmət olmasa operator göstər burada içərində. Həyət sanitar qovşağıdır. Deməli, qazımız, suyumuz, işığımız. Baxın, geniş maşın salası həyəti var. Çox gözəldir. Dostlar, mənim ən xoşuma gələn yer, operator bir dənə göstər, bu mənzərə var. Bu ürək açan mənzərə. Milyonlara dəyir. Allah həmd olsun, gözəl yer, həqiqi. İndi gəl bura, operator zəhmət olmasa. Həyətimizdə bulaq. Bulaq suyu. Burada da bulaq suyu inşallah. Baxın. Həyətimizdə də bulaq suyu. Deməli, evimiz kombidir. Kombi sistemidir. Bax, bir dənə operator zəhmət olmasa, gəl. Baxın. Operator, bax, kombi, pitiminutqası. Bax, hər şeyi quraşdırılır, su filtrindən tutmuş var. Yəni, təmizləmə nəyi. Özü də, evimiz də dostlar, alt-üst kolondur, betonlu, yaxşı tikil, cüt qat, yəni kubikdir. Baxın, burada kəməri, kolonu, hər şey gözdir. Bir dənə göstər zəhmət olmasa, cüt qatdır. Çox moşlu tikilən, çox möhkəm tikilən evlərdir. İnşallah, bu gözəl, yaraşıqlı piləkənlərlə çıxaq bir dənə üstə zəhmət olmasa, operator belə. Dostlar, piləkəndən çıxmazda əvvəl nə gördüm? Bir dənə operator gəl zəhmət olmasa. Belə bir dənə gözəl yer. Deməli, gəl. Deməli, bu birinci mərtəbənin ətraflı bir dənə. Birinci mərtəbənin əziz dostlar. Deməli, baxın, kolonlara baxın, kəmərə baxın, nə qədər moşlu tikilir. Və əziz dostlar, baxın, burada deməli, kartuşka soğan yığmaqda ötürər. Burada nə sabah düşün, nəsə, daşı yerə metlaq vur, ad günlər, xeyirli işlər keçirməkdə ötərir. Çox gözəl yerdir. Yəni, sklad kimi də istifadə edə bilərsiniz. Gözünüz, əlim dəyər, hündürlüyündədir, bax, əl dəyir. Çox boşlu tikilir. Bunun, bu kəmərlərin qalınlığında 3 yerdən deyil kəmər var. Sahibi dediyinə görə 3 yerdən kəmər. Yəni, stop elə gəlir, sizə zəhmət olmasa. Əziz dostlar, bu da bizim balkonumuz. Bir dənə operator buradan da göstər. Bir dənə füsunkar gözəlliyi göstər. Göstər bir dənə zəhmət olmasa. Baxın, nə gözəldir əziz dostlar, baxın. Burada otursan çay çörəkliyi balkonda. Qəşəng istirahət edib. Və girək inşallah içəri. Gözəl girişli bir dənə dəmir qapımız. Girişli dəmir qapı. Burada qəşəng bir dənə şkafı. Bir dənə stop edəlim olacaq.
3. Və əziz dostlar, girişdə dediyim kimi şkafdır. Amma dostlar, bu şkaf sahibi götürür. Yəni şkafı vermir. Və dostlar, bax girişdə bax, çox mükəmməl evlərdir. Atapleniyası var. Bax, hamamı sanitar qoşar, sanuzeri super vəziyyətdə düzəlir. Bir dənə ki, ətrafı gözlə. Bax, bax da gözəldir. Başa kimi kafeli vurul. Ayağım da istidir ha. Yeri də isti poldur. Yeri də isti poldur. Çox gözəl düzəlir. Çox mükəmməl düzəlir. Çox əladır. Və əziz dostlar, deməli, bax, girişdə kuxna kimi də, mətbəx kimi də işlədə buranı bilərsiniz və ya da uşaq otağı kimi işlədə bilərsiniz. Amma mətbəxi o tərəfdədir. Gözəl bir dənə mükəmməl yer. Buradan yol da görsənir, tras da görsənir. Çox gözəl yerdir, o yolun kənarı. Deməli, burada bizim şirin balamız yandı, bir dənə zəhmət olur. Baxın. Buranı uşaq otağı kimi də işlədə bilərsiniz, əziz dostlar. Dostlar, dediyim kimi bu şkafların və kitab rəfləri götürülür. Bax, kravatlar qalır, yəni almağı istəyənə. Əşyaları ilə də verilir. İndi orada razılaşacaqsınız da, hansı əşya qalacaq, hansı qalmayacaq. Hoca, ola bilər ki, və sonda deyəcəm, bir də ikinci, üçüncü otaq gəlir. Burada mətbəx. Mətbəx mebeli qalır. Mətbəx mebeli qalır. Tokla işləyən əşyalar götürülür. Sahibi götürəcək. Burada da bir dənə hol. Gözəl bir dənə hol. Gözəl bir dənə hol. Deməli dostlar, göz qonaqlara qarşı ol, belə gözəl düzəldir. Bax, göstər bu arkaları zat göstər. Evimizin interneti, qazı, suyu, işığı, hər şeyi var. Evdə kombi sistemidir. Və əziz dostlar, bir dənə mənzərəni göstər, zəhmət olmasa operator. Mən ən sevdiyim budur. Bax, mənzərəni bir dənə göstər. Bax, nə gözəldir. Bax, dağlara, çəmənə bax. Pəncərədən otur istirahət edir. İnsanın həqiqi ruhu dincəlir. Belə baxsan, sakit, gözəllik, o ətraf kəndləri görsənir. Və əziz dostlar, deməli bu bizim evimiz gördünüz, həyəti var, 5 sotun içində qaxımızın girəcəyi zakatalı qax şəkli yolun üstü. Çox qaxım gözəl yeridir. Qax özünüz bilirsə istirahət mərkəzidir dostlar. Deməli, dediyim kimi, ola bilər deyirsiniz ki, bax evimizin qiymətini deyirəm. Evimizin qiyməti 85.000 manat deyilir. 85.000 manat deyilir real alıcı ilə. İnşallah razılaşma yeri var. Yəni daha gələcəksiniz, danışacaqsınız, baxacaqsınız. Və əziz dostlar, deyərsiniz ki, əşyalar qalsın, heç nəyə dəymə, əlavə pulunu verirəm, yenə oturub söhbət edəcəksiniz inşallah. Gəlirəm telefon nömrəyə 055 757 12 30 055 538 26 78 nömrəsinə zəng eləyin və yenə deyirəm 055 757 12 30 055 538 26 78 nömrəsinə zəng eləyin. Birbaşa evin sahibinin nömrəsi. Dostlar, ikinci əl, üçüncü əl, beşinci əl yox. İnşallah bu gözəl evə, 5 sot həyatı içində, gözəl qaxımızda Bakılılara müraciət edirəm. Bakıda zəng edirsiniz, qaxda, Zaqatalada ev varmı? Gözəl bir dənə yerdə ev istəyirəm. Budur bax, tam bu ev özüdür. Dostlar, alana da, satana da Allahdan xeyirlisi. Sağ olun.